Bugünkü mövzumuz Azərbaycan Respublikasının relyefidir. Azərbaycan ərazisi 86,6 min kvadrat kilometr olan Cənub-Qərbi Asiya regionunda, deməli, Şərqi Avropa və Ərəbistan litosfer havalarının toqquşmasında yerləşən ölkədir. Ölkəmiz tamamilə geosinxronda yerləşir. Azərbaycan ucqar nöqtələri deməli, şimalda Buton dağıdır, Balakən rayonunda, cənubda Astara çayıdır, Astara rayonunda, şərqdə Şahdili, Bakı rayonu, Abşeronda yəni və qərbdə Sədərəkdir, Sədərək rayonunda. Azərbaycan deməli sərhəd olduğu ölkələr, ölkəmizin sərhədləri Rusiya ilə sərhədlərimizin uzunluğu 391 kilometr. Şimal-qərbdə Gürcüstan, Gürcüstanla sərhədlərimizin uzunluğu 471 kilometr. Qərbdə Ermənistan, Ermənistanla sərhədlərimizin uzunluğu 1007 kilometrdir və Ermənistanla sərhədlərimiz ən uzun sərhədlərimizdir. Cənub-qərbdə Türkiyə ilə sərhədlərimizin uzunluğu 15 kilometr, ən qısa sərhədimiz Türkiyə ilədir və cənubda İranla sərhədlərimizin uzunluğu isə 765 kilometrdir və şərqdə isə tamamilə sərhədlərimiz Xəzər dənizindəndir. Xəzər dənizindən sərhədlərimizin uzunluğu isə 825 kilometrdir. Xəzər dənizindən sərhədlərə diqqətli olmaq lazımdır. Deməli, Xəzər dənizi ilə və eyni zamanda quru sərhədimiz olan ölkələr Rusiya və İrandır. Yalnız Xəzər dənizi vasitəsilə sərhədimiz olan ölkələr isə Türkmənistan və Qazaxıstanı bu yanda saxlayaq və öyrənməliyik hansı coğrafi obyektlər sərhəd rolunu oynayır ölkəmizdə. Başlayaq birinci Rusiyanın. Rusiyanın sərhədlərimizin əsas hissəsi, deməli, burada Samur çayı, Sudur silsiləsi, bu isə isə Baş su ayrıc silsiləsindən keçir. 3 dənə Samur, Sudur, Baş su ayrıc. Gürcüstanla sərhədlərimiz burada şimal hissəsində, deməli, Mazım çay, deməli, Qanıq çayları, burada, deməli, Qabrı çayı, Qanıq, deməli, Qanıq belə bu ərazilərə, Qanıq, Qabrı, Mazım dedik. Burada Candar göl, sonra Ceyran çöl düzü və Qarayazı düzləri bizim Gürcüstanla sərhəd rolunu oynayan coğrafi obyektlərdir. Gələk Ermənistanla sərhədlərə. Ermənistanla sərhədlərimizdə bu yuxarı hissədə yerləşir Gəncə-Qazax düzü. Gəncə-Qazax düzü sərhədi. Sonra deməli Murğuz silsiləsi, Şahdağ silsiləsi, Şərqi Göyçə, Qarabağ vulkanik yaylası. Diqqətli olaq, burada Murovdağ silsiləsi və Qarabağ silsilələri sərhəd rolunu oynamır. Və Ermənistan sərhədimiz davam edir Naxçıvanda Zəngəzur və Dərəli silsilələri də Ermənistanla sərhəd rolunu oynayır. Türkiyə ilə sərhədlərimiz isə deməli Sədərək rayonu ərazisindən keçir. İranla sərhədlərimizin əsas hissəsini Naxçıvan tamamilə Araz çayı, Azərbaycan daxilində böyük hissə Araz çayı, burada Muğam düzü, Bolqar çay, Talış silsiləsi və Astara çay sərhəd rolunu oynayır. Mən sizə yönləndirəcəyim material var şagirdlərə və həmin o materialda bu obyektlər xəritə üzərində göstərir. Yəni, bu xəritədə sərhəd rolunu oynayan bütün coğrafi obyektləri görə bilərsiniz. Ona görə də həm oxuyacaq, həm də ki, videoya diqqətlə qulaq asıb lazım olan məlumatları əldə edəcək, yadımızda saxlayacaq. Davam edək. Deməli, Respublikamız relyef formalarına görə, yəni relyef quruluşuna görə əsas, deməli, 4 hissəyə bölünür. 4 hissə Böyük Qafqaz, Kiçik Qafqaz, Talış və Kür-Araz ovalığıdır. İlk öncə dağlardan başlayacaq. Böyük Qafqaz dağları. Böyük Qafqaz dağları başlayır Rusiya ərazisindən Taman yarımadasına, Azərbaycan daxil olur Tinor-Rossa zirvəsinə qədər və Xəzər dənizinə qədər uzanır. Əsas, deməli, Böyük Qafqazın əsas hissəsini tutur Baş Qafqaz silsiləsi. Baş Qafqaz silsiləsi uzanır. Burada yan silsilə və burada Ələt tirəsi, Ləngəbiz silsiləsi, deməli, Niyaldağ silsiləsi və Qovdağ silsilələri. Baş Qafqazdan başlayaq. Baş Qafqazın əsas xüsusiyyəti odur ki, Tinor-Russiyadan başlayaraq düz Babadağa qədər. Babadağ burada yerləşir və hündürlüyü 3629-dur. Bu zirvəyə qədər, Babadağa qədər hündürlüyü kifayət qədər yüksəkdir və bu ərazilər qayalıqlarla və
dik zirvələri ilə fərqlənir. Babadağdan sonra isə hündürlüyü nisbətən azalmağa və hamarlaşmağa başlayır. İndi baş su arıcında yerləşən əsas silsilələrə baxaq. Baş su arıcında yerləşən əsas silsilə, deməli zirvələr daha doğrusu Bazardüzüdür. Bazardüzünün hündürlüyü 4466 və biz bilirik ki, Azərbaycanın ən hündür nöqtəsidir. Bazardüzü 4466. Bazardüzünlə yanaşı ikinci ən hündür zirvəmiz Zəfərdir. 4301. Bu hər iki zirvə yadda saxlayın. Qusar rayonu ərazisində yerləşir. Digər zirvələr də burada. Zirvələr əsasən yerləşir Quba, Qusar və Qəbələ rayonunda. Zəfərlə Bazardüzü dediyim kimi hər ikisi yerləşir Qusarda. Tufandağ var. Deməli 4191. 4191 Tufandağ yerləşir Qəbələ rayonunda. Bazar Yurd var. 4126. O da Qəbələ rayonundadır. Çingiz Mustafayev var Qubada. 4063. Yəni bu zirvələrin adlarını ona görə bilməliyik. Hündürlükləri 4000 metrdən çoxdur. Lakin bir də Raqdan var Qusar rayonunda 4020 metrdir. Bu zirvələr hər biri qar xəttindən yuxarıda yerləşir və ona görə də bunlarda daimi buzlaqlarla örtülü və eksorasiya relyef formaları var. Bunlardan savayı qeyd etdiyim Babadağ 3629, deməli Xızı rayonu ərazisində Dübrar var 2205. 2205 Dübrar var ki, bunlar əsas zirvələrdir və bunların öyrənməliyik, harada yerləşir. Salavat aşırımları var. 2 dənə salavat aşırımı var. Bir salavat aşırımı burada deməli Şəkidə, digər salavat aşırımı isə Quba rayonunda. Deməli 2 dənə salavat aşırımı olacaq. Biri Şəkidə, biri Qubada. Yəni əsas relyef vahidləri baş su arıcında bunlardır. Dağ zirvələr bunlardır. Gələk bura yan silsilədə. Yan silsilədə Şahdağdır. Bildiyimiz 4243 metr hündürlüyə malikdir. Bundan savayı Yarıdağ var 4116 metr. Deməli yan silsilə bu iki əsas zirvədəndir. Şahdağ və Yarıdağdan təşkil olunmuşdur. Digər bu silsilənin hündürlükləri və əsas zirvələri bizim üçün önəmli deyil. Bizə lazım olan bunlar harada yerləşməsidir. Bir də Qobustanda yadda saxlayaq. 402 metr hündürlüyə malik. 402 metr. Deməli sönmüş bir vulkan var. Torağay vulkanı. Daha doğrusu Palçıq vulkanı, Torağay vulkanı var. Kiçik Qafqaza gələk. Kiçik Qafqazda deməli Murğuz silsiləsi Ermənistan əsərdə qeyd etmişdik. Sonra Şahdağ silsiləsi var. Burada Şahdağ silsiləsinin yalnız ən hündür zirvəsi lazımdır bizə. Deməli 3316 metr Qocadağdır. Sonra gələk bura. Deməli Murovdağ. Murovdağ çox önəmlidir. Bəyalar qeyd etdiyim sərhəd rolunu oynamaması ilə eyni zamanda Kiçik Qafqazın, yəni Naxçıvan istisna olmaqla Azərbaycan daxilində olan ən hündür zirvəsi Camışdağ da burada yerləşir. Camışdağın hündürlüyü 3724 Goranboy rayon ərazisindədir. Bunu öyrənirik, deməli yadda saxlayırıq. Bundan savayı burada Böyük İnaldağ var. Böyük İnaldağ Şərqi Göyçə ilə bəzən bənzətdirir, Şərqi Göyçə yox. O Murovdağdadır. Ondan savayı Qoşqar, Ömər aşırımı, Kəpəz kimi zirvələrdə bu ərazidə yerləşən əsas zirvələrdir. Yəni Murovdağda. Murovdağda deməli dedik ki, Böyük İnaldağ, Camışdağ qeyd etdik. Kəpəz var, deməli Qoşqar var və Ömər aşırımı. Bunu yaddan saxlayırıq ki, Ömər aşırımıdır. Bunların hər birinin hündürlüyü uşaqlar 3000 metrdən daha yüksəkdir. Gələk bura Şərqi Göyçə. Deməli Şərqi Göyçədə bizim üçün yalnız Kətidağ'ı öyrənsəmiz yetərlidir. Yəni Şərqi Göyçədə Kətidağ ən hündür zirvədir. Kətidağ 3427 Kətidağ. Yalnız bu yetərlidir. Və Qarabağ vulkanik yaylısı. Qarabağ vulkanik yaylasında 4 dənə zirvə öyrənəcəyik. Ən hündürü Dəldağdır. 3616. Dəldağ yerləşir deməli Kəlbəcər rayonu arasında. Digər 3 zirvə yerləşir Laçın rayonu arasında. Hansılardır? Qızılboğaz, Böyük İşıqlı və Gəlinqaya. Bəli, Qızılboğaz, Böyük İşıqlı və Gəlinqaya və yerləşirlər bunlar Laçın rayonu arasında, Qarabağ vulkanik yaylasında və bunlar həmin bu zirvələr sönmüş vulkanlardır. Yadda saxlayırıq. Yəni yalnız onu da bildik ki, deməli Azərbaycanda vulkanik suxurlar elə, yəni 4-cü dövrün vulkanik suxurları
yerləşir Qarabağ vulkan yaylasında və burada bir silsiləmiz var. Silsiləmizin adı da Qarabağ silsiləsidir. Ən hündür zirvəsi də Xocavəndə yerləşir. 2527 metr. 2527 metr ilə zirvənin adı da Böyük Kirsdir. Bunu da yadda saxlayırıq. Daha doğrusu 2725 metr hündürlüyü. 2725. Gələk Nasvana. Nasvanda əsas iki silsilədir. Dərələyəz və Zəngəzur. Dərələyəzdə bir dənə hündür zirvə var. Öyrənməli olduğumuz 3120 metr. 1120. Kətidağ zirvəsi. Deməli, öyrəndik Kətidağ. Zəngəzurda isə əsas zirvə 3904 metrlə Qapıcıqdır. Qapıcıqdan başqa, deməli, burada Qazangöl dağ və Biçənəy aşırımları var. Deməli, Qazangöl dağ və Biçənəy aşırımları var. Şərqi Göyçədə bəla qeyd etmək yadımdan çıxdı. Burada da Zod aşırımı var. Zod. Məşhur Zod qızıl yatağı da yadımıza gəlir Kəlbəcədə. Həmin o Zod aşırımı da Şərqi Göyçə silsiləsində yerləşir. Gələk digər dağımız Talış dağlarına. Talış dağları, deməli, Talış dağları əsas hissəsi Talış silsiləsidir. Talış silsiləsində, deməli, Lerik rayonu ərazisində iki əsas zirvə var. Kömürköy və Qızyurdu. Kömürköy və Qızyurdu. Kömürköyün hündürlüyü əsas zirvə budur. 2493 metrdir və Kömürköyün hündürlüyünü hamımız bilməliyik. 2493. Digəri isə Qızyurdudur. Qızyurdu da 2433 metrdir. Yəni, əsas dağlarımız adlarını çəkdiyim bu hissələrdir. Deməli, Böyük Qafqaz dağları, Böyük Qafqazda baş su ayırıcı və yan silsiləni yaxşı öyrənirdik. Gəldik Kiçik Qafqaz dağları. Kiçik Qafqaz dağlarında silsiləri Muruzu öyrəndik. Şah dağı, Murov dağ, Şərqi Göyçə, Qarabağ vulkanik yaylasını öyrəndik və burada öyrəndik ki, Qarabağ və deməli, Murov dağ Ermənistanla sərhəd rolunu oynamır. Deməli, Böyük Qafqazda da yan silsilədir, deməli, Ələtdir, Ləngəbizdir, Niyaldağdır, Qovdağdır, heç bir ölkə ilə sərhəd rolunu oynamır. Talış dağlarında isə deməli, Talış silsiləsini öyrənir. Talış silsiləsindən başqa Peştəsər silsiləsi var və Burovar silsiləsi var. Buradan da yadını saxlayın. Peştəsər silsiləsi də İranla sərhəd rolunu oynamır. Yəni, Azərbaycan daxilində yerləşir. Azərbaycanın dağları haqqında əsas məlumatlar bunlardır. Bunlar deməli, endogen relyefi idi dağların. Biz eksogen relyefi isə növbəti dərsimizdə keçəcəyik.